təbii ki, ən güclü kimdir, ən layiqli kimdir, o qalib olmalıdır. İnsan öz oxuduğu səsi qulağı rahat eşidə bilmir. Tilavət boyu ən çox diqqət olunası yerlər ayələrin və yaxud vəqf elədiyin yerlərdir. وَإِذَا لَاتَّخَذُوكَ خَلِيلًا Tək o məhşərə günah eləyən gəlməyəcək, günaha kömək eləyən də gələcək. Yaxşıya kömək eləyən də həmişə yaxşıların cərgəsində dayanacaq. Bismillahirrahmanirrahim. Ortalarda mümkündür o zənginlikləri göstərə bilməyəsən, amma sonda heç olmasa bu məqsədi çatdırmaq lazımdır. Mən çatdım. كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ. Onun o qiraətin gözəlliyi onun aramlığındadır. Qari odur ki, bütün məsələlərdə eyni şəkildə zehnin bölə bilsin. 220 balı toplayan qarimiz Allah hər bir şeyin yaradanıdır. O, yarattığı hər bir şeyi gözəl yaratmışdır. Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra ona doğru yol göstərəndir. Allah bütün varlıqlara öz məqsədinə çatması üçün lazım olan hər bir şeyi vermişdir. Yaradılış aləminin isə yalnız bir məqsədi var. O da Allaha qovuşmaqdır. Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl sahibləri üçün nümunələr, nişanələr vardır. Bismillahirrahmanirrahim. Salam olsun əziz və hörmətli izləyicilərimizə. Quran Sədası 2025 davam edir. Xoş gördük sizi, əziz və hörmətli izləyicilər. Aqibətiniz xeyirli olsun. Allah bizi Quranla ayrı salmasın. Quran Sədası hər birimizin evimizdən daim səslənsin, eşidilsin, izlənsin. Allahın ayələri həmişə evlərimizdə tilavət olunsun inşallah. Möhtərəm izləyicilər, proqramımız davam edir. Həmişə olduğu kimi yenə də münsiflər heyətini sizə təqdim edirəm. Ustadlar, beynəlxalq Quran qariləri, ilahiyyatçı qarilər, Quran müəllimləri, Hacı Ruslan Qasımov, Seyid Əli Musayev, Hacı İlkin Həsənzadə. Hər üç ustadı salamlayıram. Aleykümselam. Xoş gördük sizi və sözü də sizə verirəm. Sizin də salamınızı eşidək. Hacı Ruslan, davam edək sizinlə, buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalamə. Əziz Quran izləyicilərimizə, əziz Quran yarışmacılarımıza və xüsusilə bu gözəl müsabiqəni təşkil edib, ortaya çıxardan, ərsəyə gətirən hər bir kəsə Allahdan müvəffəqiyyət diləyirəm. Allah bizləri Qurandan, Əhl-i Beytdən ayrı salmasın inşallah. Amin. Allah razı olsun. Buyurun. Seyid Əli müəllim, buyurun. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adı ilə və yadı ilə mən salamlayıram əziz izləyiciləri və iştirakçıları salamlayıram. Onlara müvəffəqiyyətlər arzu edirəm və özümüzə də uca Allahdan bu müqəddəs işdə daha layiqli xidmət eləmək üçün uca Allahdan tövfiq istəyirəm. Çox sağ olun. Amin. Hacı İlkin müəllim, buyurun. Bismillahirrahmanirrahim. Oqtay müəllim sizi salamlayıram və dəyərli münsiflər heyətimizi salamlayıram və əziz izləyicilərimizi salamlayıram. İnşallah və hədiyyə olaraq Quran-ı Kərimdən, Ənfal surəsindən 2 ayə
oxuyum və tərcüməsini əziz izləyicilərimizə təqdim edim. Əziz Rəbbimiz Ənfal surəsinin 2-ci ayəsində buyurur: Əuzu billahi mineşşeytanirracim. İnneməl mu'minunəl-ləzīne izə zukirallah vecilet qulubuhum və izə tuliyət aleyhim ayatuhu zədəthum imanə. Həqiqətən möminlər onlara Allahın adı çəkildiyi zaman, Allahın adı zikr olunduğu zaman qəlbləri qorxuya düşər, qorxudan titrəyər. Və izə tuliyət aleyhim ayatuhu zədəthum imanə. Və Allahın ayələri onlara oxunduğu zaman imanları artar və eyni zamanda Rəblərinə təvəkkül edərlər. Bəli, bu verilişdə Quran ayələri oxunur. Əziz möminlərimiz Quran ayələrini dinləyirlər və onlar özləri də təsdiq edirlər ki, onların qəlbləri bu ayələri eşitdikləri zaman qəlblərində Allaha bağlılıq daha da artır. Bəli, Allah 4-cü ayədə belə buyurur: Ulaikə humul mu'minun haqqa. Onlar həqiqi möminlərdir. Ləhum daracatun inda rabbihim və məğfiratun və rizqun kərim. Allah yanında onlar üçün dərəcələr vardır, bağışlanmaq vardır və ruzilənmək vardır. Allah Quran-ı Kərimi bizə ruzi qərar versin. Bu şərait ki yaradılıb, bu şəraitin ərsəyə gəlməsində bütün bu işdə zəhməti olanlara təşəkkür edirik. Kadr arxasında zəhməti olanlar və o cümlədən indiyə qədər bu işdə adlarının çəkilməyin istəməyənlər, hamısına Allah öz gözəl nemətlərin bəxş eləsin, həm dünyada, həm də axirətdə. Allah hər birinizdən də razı olsun. Hacı, çox sağ olun. Hər üçünüzə təşəkkür edirik, dəyərli münsiflər heyətinə. Və proqramımızı davam etdiririk. Hacının sondakı duasına qoşuluram. Bu layihənin ərsəyə gəlməsində belə bir gözəl, müqəddəs işin, mübarək işin ərsəyə gəlməsində hər kimin nə zəhməti varsa, nə payı varsa, Allah onlardan razı olsun. Bu çox gözəl bir duadır. Cəmiyyətimiz arasında da dillər əzbəridir. Allah razı olsun duası çox möhtəşəm bir duadır həqiqətən. Allah onlardan razı olsun və Allah şəhidlərimizin ruhlarını şad etsin. Bu proqramda səslənən, oxunan qiraətlərin savabı şəhidlərimizin ruhlarına hədiyyə olunur. Həmişə bunu demişik və hər dəfə də çalışırıq, qeyd edək, xatırladaq, şəhidlərimiz unudulmur, şəhidlərimiz üçün borclarımızı deməyək, əlimizdən gələn nədirsə onu etməliyik, yəni onların borclarını verə bilmərik, amma sözsüz ki, həmişə, hər daim onları xatırlamalıyıq. Allah onların ruhlarını xalqımız üçün duaçı qərar versin inşallah. Proqramımıza davam edək, sona qalmış, ötən həftə sona qalmış 3 iştirakçını dəvət etmək istəyirəm səhnəyə. Ədalət Behbudov, Əhməd Ramazanov və Sənan Rızayev buyursunlar. Salamlayıram sizi, xoş gördük, xoş gəlmişsiniz. Necəsiz qardaşlar, yaxşısınız inşallah. Bir iştirakçımız, bir qardaşımız, artıq neçə həftədir buradayıq, birlikdə çalışırıq. Bir əzizimiz bizdən ayrılır. Onun üçün bu tərtib olunan bu gözəl bir hədiyyə üzərində yazılıb, müsabiqədə iştirak etdiyiniz üçün təşəkkür edirik. Əvvəla hər üçünüzə təşəkkür edirik bu müsabiqədə iştirak etdiyiniz üçün. Amma gələk görək bizimlə davam edəcək qari, daha çox səs toplayan qarinin adını mən ilk öncə açıqlamaq istəyirəm. Belə ki, münsiflər heyətindən ötən həftə 211,75 bal toplamışdı. İzləyicilərdən 47 bal, qarilərdən isə 48 bal. Yekun 306,75 balı görək kim toplayıb. Təxmin etdiniz?
Əlbəttə bizi daimi izləyənlər bilirlər. Münsiflər heyətindən hansı qari nə qədər bal toplayır, onu yaxşı bilirlər. 211,75 mən deyən kimi artıq Ədalət Behbudov bildi ki, söhbət ondan gedir. Ən çox bal toplayıb 306,75 bal Ədalət Behbudov. Təbrik edirəm. Hələ sizinlə varıq biz, hələ davam edəcəyik. Ona görə də sizi yola salırıq, hədiyyəsiz hələ ki. Buyura bilərsiniz gözləmə otağına. Amma bizim əziz iki qarimiz arasında mən gedim qarilərimizin yanına, biraz təsəlli verim də onlara. İcazə versəz, burada qalardım. Bəli, qaydamızı bilirlər artıq izləyicilərimiz və siz də qaydalarımızı bilirsiniz. Hansınız getmək istəmirsiniz? Heç biriniz. Allah köməyiniz olsun. Çox gözəl qarilərimizdir. Həqiqətən burada olan bütün iştirakçılar gözəl qarilərimizdir. Allah səslərinə, nəfəslərinə bərəkət versin. O qədər çalışırlar, o qədər, mən səhv edəməsəm, hər üçünüzlə işləyirlər də bu həftələr boyu, doğrudurmu? Yəni səs göndərirlər. Bu qaydaya zidd deyil də, ustadlar. Yox. Yəni səs göndərsinlər, hansı muğam, bunun bir ziyanı yoxdur da Yalnız məncə. yerində oxunacaqlara biz müdaxilə eləmirik. Hə, yerində oxuyacaq. Aha, Ev aydındır. tapşırığına. Bəli. Və gözləmə otağında qarilərin o necə çalışdığını biz müşahidə edirik. Onlar nə qədər səy göstərirlər, nə qədər, hətta iştirakçılardan birinə bir məsələ təklif olunmuşdu. Məsələmdə bir gəzinti təklif olunmuşdu. Dedi, yox, mən heç yerə getməyəcəm, yox. Yəni, hətta o qədər ciddi çalışırlar. İstirahəti belə özlərini haram edənlər var ki, üzərlərində çalışırlar, rəqabət aparsınlar. Çox gözəl bir duyğulardır, çox gözəl bir hisslərdir həqiqətən də. Allah hamısına uğur versin və nəhayət mən çox bunları gözlətməyim, çox üzməyim, çox daha da həyəcan bürüməsin əziz qardaşlarımızı deyə açıqlamaq istəyirəm adlarını. Belə ki, beləliklə izləyicilərdən, qarilərimizdən biri 28 bal toplayıb, 100 qaridən isə 29 bal toplayıb. Digər bir iştirakçımız isə izləyicilərdən 25 bal, 100 qaridən isə 23 bal toplayıb. Belə də ciddi bir yəni fərq yoxdur demək olar aralarında. Yekun bal belədir. 254,25 bal və 220 bal. İki qarilərimizdən biri 254,25 bal toplayıb, qaydamıza görə bizimlə həmin qari davam edəcək. Digər qarimiz isə, yəni 220 bal toplayan qari isə bizdən ayrılacaq. Əziz qardaşlarım, hər iki qardaşımız həqiqətən də bayaq da dediyim kimi çox zəhmət çəkdilər bu həftələr boyu. Allah sizi mükafatlandırsın, Allah sizi özü mükafatlarınızı versin, dünya və axirət. 220 balı toplayan qarimiz Sənan Rızayev. Sənan əzizimiz bugün bizdən ayrılır, əziz qardaşımız. Əhməd Ramazanov isə bizimlə davam edir. Əhməd,
buyura bilərsiniz gözləmə otağına. Bəli, Sənan qardaşım, sizin hədiyyənizi mən gətirim. İlk öncə ustadlara sözü verək. Sizinlə bağlı xatirələrini, ürək sözlərini desinlər. Sonra da siz də öz sözünüzü deyərsiniz. Buyurun ustadlar. Salamlayıram əziz qarimizi və təbii ki, bu neçə həftə ərzində bizi ilə bir yerdə olmusunuz. Xoş xatirələrimiz var siz üçün. Təbii ki, ən güclü kimdir, ən layiqli kimdir, o qalib olmalıdır. Siz də daha çox çalışmalısınız, zəhmət çəkməlisiniz. Bütün sahələrdə, təcviddə də, düzdür, təcvid yaxşı idi, amma daha çox çalışmaq lazımdır. Təcvid sahəsində də səs baxımından, muğam baxımından daha çox çalışsınız. İnşallah növbəti illərdə müvəffəqiyyət nəsibiniz olacaq. İnşallah müvəffəqiyyət arzu edirəm sizə. Sənan əzizimiz, Allah səni müvəffəq eləsin. Sənan qarimiz çox çalışan qarilərdəndir, üzərində işləyən qarilərdəndir. Zəhmət çəkən qarilərimizdəndir. Biz onu görürük və ev tapşırıqlarında da gördük biz onu. Sadəcə olaraq, bəli, Sənan qarimizlə bu axır zamanlarda səhv etmirəmsə, Sənan dərslərə qoşuldu, dərslərdə iştirak edir və mən ona əvvəl tilavətin dedim ki, yadımda saxla və sonraki tilavəti də dinləyərsən. İndi özünə sual verirəm Sənan, əvvəlki tilavətlə sonraki tilavətlər arasında fərq hiss edirsənmi? İnşallah ümid edirəm gələcəkdə gözəl qarilərdən olacaqsan. Bu müqəddəs yoldan möhkəm yapışmaq lazımdır. Təbii ki, bu yolda şeytan vəsvəsələri əski olmayacaq. Səndə alınmaz, səndə bunu kənara qoymalısan. Şeytanın bunlar vəsvəsələridir. Təbii ki, Quran oxuyanlara şeytan daha çox vəsvəsə edir ki, onun o əlindəyi o bahalı neməti, dəyərli neməti onun əlindən alsın. Mən ümid edirəm, sən inşallah bu yolu davam etdirəcəksən. Nəinki özün, özündən sonrakılara da Quran öyrədəcəksən və ən xeyirli insanlardan olacaqsan inşallah. Allah var eləsin. Hər halda təbrik edirik. Orada bayaq Oqtay müəllim dedi ki, hədiyyənin üzərində nə yazılmışdı Oqtay müəllim? Müsabiqədə iştirak etdiyiniz üçün sizə təşəkkür edirik. Mən orada bir şey artırardım ki, həftənin qalibi olduğu üçün sizə təşəkkür edirik. Bəli. Yəni həftənin qalibisən. Yəni bir neçə həftə, 4-5 həftə gəlmisənsə, deməli sən 5-ci həftənin qalibisən. Görün nə qədər adamı yola salıb, nə qədər qarini yola salıb, maşallah olsun. Allah qorusun sizi. Allah qorusun, Allah müvəffəq eləsin sizi inşallah. Allah razı olsun. Mən əziz, dəyərli Quran qarimizi salamlayıram. Aleyküm salam. Allahdan bu yolda müvəffəqiyyət diləyirəm və həm son olmamalıdır, həm də həvəsdən düşülməməlidir. Əlbəttə, Seydəli müəllim çox gözəl nöqtələrə toxundu, İlkin müəllim də eyni ilə. Ümumiyyətlə, burada Quran oxuyanlarımızın hər biri həqiqətən layiqli insanlardır ki, Allah Taala bura qədər gətirib çıxardıb. Siz demiş, neçə həftədir bu müsabiqə davam eləyir. Bu sözlərimiz bir növdə təşviqdir əslində, amma məsələnin digər tərəfindən də istəyərdim Sənan qardaşımızın yadında qalsın bu məsələ və bütün qarilərimizə bu məsələ həqiqətən örnək olmalıdır. Bir var mənim xoşum gələn Quran qarisi oxuyucusu, bir var mənim səs imkanlarımın imkan yaratdığı, şərait yaratdığı qarilər. Sənan əzizimiz zamanında dərslərimizdə iştirak eləyib və belə deyək də, bugünkü qulaqlar, bugünkü eşitmələr, əfsuslar olsun ki, Əbdülbasiti o qədər də önə vermirlər, o qədər də qabartmırlar. Xüsusilə oxunur Şəhat məktəbinə baxılır. Düzdür, biz təcvid qaydalarına görə deyirik menşabini oxuyun, amma muğam istedadında, Quranın o zəngin tilavətlərində xüsusilə Şəhat Ənvər nəslidir, Ustad Qəlvəş məktəbidir, Mustafa İsmail məktəbidir, digər qarilər ki var, onlara müraciət olunmur.
Məsələn, bir nəfərin səs tembri Əbdülbasitə uyğundursa, o səs şəhadda, o səs qəlbəşdə müvəffəq ola bilməyəcək. Kökü o sütun üzərində qurmaq lazımdır ki, gələcəkdə özünüz öz yolunuzu seçə biləsiniz. Amma bünövrə gərək o xəttin üzərində qurulsun. İnşallah müvəffəqiyyət diləyirəm sizə. Allah sizləri müvəffəq eləsin. Xüsusilə də bu məsələni də diqqətdə saxlamaq lazımdır ki, nəfəs çox önəmli məsələdir. Quran tilavətində nəfəs çox önəmli məsələdir. Avazı gözəl oxumaqdan ötürü, vəqf və ibtidaları yerli yerində etməkdən ötürü, idğam, ixfa bəhslərində gözəl şəkildə çatdırmaqdan ötürü fikrin nəfəs də lazımdır. Yəni, belə olmamalıdır ki, qarinin fikri nəfəsdə qalsın, ayəni belə deyək, məqsədə çatmağı lazım olan yerə çatdırmaqda qalsın, amma təcvidin incəlikləri və yaxud sizdə bir xüsusi problem də var, o problemi gərək aradan qaldırasınız. Təşviq öz yerində, o tərif öz yerində, amma xüsusi problem səsin o şəffaflıq məsələsidir. Onun üzərində daha çox işləməyinizi sizə tövsiyə edirik. Gələn müsabiqələrdə daha gözəl nəticələr əldə eləmək üçün. Allah sizi müvəffəq eləsin. Allah razı olsun. Sağ olun, var olun. Çox sağ olun və son olaraq təbii ki, sizi də dinləyək. Həmişə qarilər kürsüsündə dinləmişik, indi də son olaraq burada dinləyək. Bismillahirrahmanirrahim. Salamlayıram əziz ustadları, sizi və izləyiciləri. Allah hər birinizdən razı olsun. Həqiqətən bu müsabiqə ərəfəsində əziz ustadların üzərimizdə zəhməti çox oldu. Allah hər birindən razı olsun. Allah dünya və axirətlərin abad eləsin. Allah ali dərəcədə qəbul eləsin. Eləcə də dəstək olanlara təşəkkür edirəm. Allah köməkləri olsun. Və bu müsabiqədə hər bir zəhməti keçənlərdən Allah ali dərəcədə qəbul eləsin. Amin. Və eləcə də sizə təşəkkür edirəm. Çox sağ olun. Qari yoldaşlarıma da, hansılar ki, indiyə qədər çıxıblar, onlara da Allahdan müvəffəqiyyət diləyirəm. İndi davam edəcək olanlara da Allahdan müvəffəqiyyət diləyirəm. Allah hər birindən razı olsun. Allah bu yolda hər birimizi sabit qədəm eləsin. Təşəkkür edirəm hər birinizə. Amin. Və bu da sizə çatacaq o gözəl bir hədiyyə. Bu da sizin evinizdə yadigar olacaq. İnşallah bu gözəl müsabiqədən bir xoş xatirə olacaq. Təbrik edirik. Keçən həftə məni hədiyyəsiz yola salmışdınız. Bu dəfə hədiyyə ilə yola saldınız. Bəli. Belədir. Qaydamız budur. Və Quranla yaşamaq adlı, Quranla yaşamaq adlı bu kitabı da sizə hədiyyə edirik. Dəyərli ruhani alim Hacı Ramil Bədəvovun gözəl bir kitabıdır. 3-cü nəşridir. Buyurun, oxuyarsınız inşallah. Allah sizi müvəffəq eləsin. Həyatda, hər bir halda, hər bir yerdə inşallah müvəffəq olasınız. Bundan belə də sizi həmişə Quran sahəsində görək. Allah köməyiniz olsun. Bir daha hər birinizə təşəkkür edirəm. Sağ olasınız. Allah qəbul eləsin. Var olun, sağ olun. Minnətdarıq. Buyura bilərsiniz. Hörmətli izləyicilər, proqramımız davam edir. Proqramın bu hissəsində möhtərəm bir qonağımız var, dəyərli qonağımız var. Əziz ruhanimiz, ilahiyyatçı, ruhani alim, Quran sahəsi üzrə mütəxəssis, təfsir sahəsi üzrə mütəxəssis alim Hacı Əhliman Rüstəmov dəvət etmişik. Salamlayırıq Hacı. Bəli, buyura bilərsiniz. Hacı, xoş gəlmişsiniz. Ya Allah, xoş gördük sizə. Buyurun. Salamlayırıq sizi Hacı. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür. Bismillahirrahmanirrahim. Və bihi nəstəyin innahu xeyru nasirin və muin. Və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin. Və lənətullah ala ədaihim əcməin. Minəl an ila liqayi umiddin. Allah Teala bu işi bərəkətli eləsin, inşallah davamlı eləsin, müvəffəq eləsin və həqiqi Allah yolunda fisəbillah olan işlərdən, ixlaslı işlərdən qərar versin inşallah. Xoşbəxtçilikdir insan belə bir zamanədə, belə bir fitnə fəsadlı dünyada Allah işi ilə məşğul ola, xüsusən də Quranla munis ola, Quranla oturdur eləyə və gecə-gündüz Quranla çalışa. Bu Allahın bir neymətidir, lütfidir. Bu qarilər üçün və iştirakçılar üçün, bütün Quran oxuyanlar üçün və burada hər hansı bir formada köməyi
zəhməti olanlar üçün ki, onlar da inşallah qiyamətin günündə Quran oxunanlar, dəvət olunanda, xüsusi bir formada, xüsusi bir dəstədə köməkçilər də qoşulub onlara gələ bilərlər də. Çünki bunlar da Qurana kömək olunub. Çünki başqa əks istiqamətlərdə, rivayətlərdə, hədislərdə varımızdır da, tək o məhşərə günah eləyən gəlməyəcək, günaha kömək eləyən də gələcək. Bunun müqabilində ki, Allah Taalanın lütfü çoxdur, Allah Taalanın mərhəməti çoxdur, məhəbbəti çoxdur. Bu biri tərəfdə, onun o günahın əks tərəfində bunu biraz da o tələbələr deyərlər, betəriqi ovla bu təhəqqüq tapacaq. Çünki yaxşıya kömək eləyən də həmişə yaxşıların cərgəsində dayanacaq, özdə yaxşı cərgədə dayanacaq. Allah inşallah hamısını müvəffəq eləsin. Məsuliyyətli bir dənə işdir. Ümumiyyətlə, Quranla munis olmaq, laf sadə dildəsi Quranla işləmək çox həddindən artıq məsuliyyətli bir işdir. Bizim ustadımız Molla bəyləri mən bir dəfə gördüm Quran oxuyanda. Quranı Hacı Oktay müfəssir dedi, mən belə biraz diksindim. O Quranın açmışdı, tərcümə Quranı. Quranın ayəsini oxuyurdu, bir əlini qoymuşdu ərəbisinin üstünə, bir əlində barmağın qoymuşdu tərcüməsinin üstünə. Ərəbisini oxuyurdu, eyni ilə də tərcüməsini oxuyurdu. Bir dəfə də istiğfar eləyib, təzədən bir də tərcüməsini oxuyurdu. Mən bir dəfə soruşdum ki, bəylərəm, ustad, niyə belə eləyirsiniz? Onu da elə bəylərəm deyirdi, bu ustadiyyat sonradan mod düşdü. Bəylərəm, niyə belə eləyirsiniz? Dedi, valla, sən bilmirsən, mən nəyə qoymuşam qabağıma və nə ilə məşğulam. Mən o bir kəlmə hərfində səhv eləsəm, gör nə qədər haqları batil eləyərəm, nə qədər günah qazanaram. Ona görə əlimi qoyuram hər ayənin üstünə ki, bilinsin ki, bu tərcümə bu ayənindir. Bir dəfə də təkrar oxuyuram ki, birdən o birincisində nəsə bir səhv oxumuş olsam, onu neyniyim, təzədən düzəldim. Quran bu qədər məsuliyyətlidir, çətindir. Elə o, mən indi Quran oxuyanların, buradakıların məhzərinə cəsarət olmasın. Məhz o Həzrəti Rəsulullah ki, buyurur, Rübbətalil Qur'anı vəl Qur'anı yələnu. Çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur. O, məsuliyyətin bilməməkdir, əməl eləməməkdir, düzgün yanaşmamaqdır. Ondan sonra Allah razılığının içində olmamasıdır. Bəzən, məsələn, ayəni kiməsə xatir oxumaqdır ki, da bunu bilirsiniz də, o heç də birbaşa cəhənnəmlidir. O hədis niyə deyilsin? Məsələn, bu söz, axı bəzən bəzi sözü bəzi adama nisbət vermək olmaz da. Məsələn, fərz edək ki, mən üzr istəyirəm, deyəm ki, Oktay, oğurluq eləsə, məsələn, sənin əlini kəsərəm. Şərri hökmü deyirəm, amma da o sözü hər adama nisbət vermək olmaz. Oğurluq kəlməsi, ya məsələn, filan günah. Niyə bu, məsələn, söz deyilsin? Çox Quran oxuyanlar var, Quran onlara lənət oxuyur. O, hələ, məsələn, çox elə adamlar olub, var, olacaq. Əsas meyər o deyir. Əsas meyər o Quran oxuyanın, Quran oxuyanların məsuliyyətini artırmaqdır. Onlara mövqeyi göstərməkdir. Yəni, siz belə bir məqamdasınız, şeytan birbaşa dayanıb sizinlə üzbəüz ki, sizi hamıdan tez allada bilər. Yəni, o məsuliyyətin çoxluğuna görədir. Amma inşallah saxlaya bilsək, davam elətdirə bilsək, özümüzlə salamat qəbirə aparıb çatdıra bilsək, məqam çox yüksək məqamdır. İş özü çox şərəfli işdir, qəşəng işdir. İnsan dünyada nəyisə bir, belə də hobbi deyirlər ona, nə deyirlər, elə bir şey olur. Baxırsan, görsən, 50 ildə ondan məşğuldur. Gedib baxırsan, görsən ki, heç bir nə mənası var bunun, nə əhəmiyyəti var, nə, məsələn, adam da görsən, gedirsən həyətinə, heykəllər yığıb ora, hər eyvanın şəkli. Gündə ona da belə durub baxır, qulluq eləyir. İnəyin şəkli orada deyil, görsən, inək həyətində olsa elə qulluq eləməz. Amma mənə heç olmasa bir dənə hamısını yığa, bir dənə inək ala, sütün yiyə, amma onunla yaşayır. Və başqa-başqa, məsələn də, hərənin özünə görə bir dənə xasiyyəti var. Amma dünyaya ki, xeyri yoxdur, heç ahirətə əksinə ziyanı var. Amma gələn insan, məsələn, Allahın kəlamın, o ki, Həzrəti Rəsulullahın pak, mübarək ağzından çıxıb, Cənab-ı Cəbrəil gətirib, məsumların vasitəsilə bizə
gəlib çıxıb bunun peşəkarı ola, bunun üstündə çalışa və gecə gündüzü fikirləşə ki, məsələn, bu müsabiqəyə gələnlər, yəqin ki, gecə səhərə qədər imtahana gələn hamıda belə olur da, gecə yatdı yoxdur ki, elə deyir. Həyəcanla ki, məsələn, neyim, sabah mən orada bu işi təhvil verə bilim. İstər təhvil verə bilən olsun, belə lap loru dildə desək, udan olsun, uduzan olsun, o uduzmaq burada biri səndən qabağa keçib, ondan artıq bir şey deyir. Amma elə bura qədər nələr var hamısını sən də qazanmısan, o da qazanır. Çünki niyyətül mümini xeyrun min əməlih də varımızdır da. İnsanın niyyəti əməlindən də xeyirdir. Hər halda bu mövzuda danışmalı çoxdur, Quran ayələri də çoxdur, hədisdə çoxdur. Həzrət Peyğəmbər də buyurur ki, ümmətimin ən xeyirlisi Quranı öyrənib öyrədənlərdir. Öyrənənləri hələ qoyğu, öyrədənlərin bəhsini bir dənə Əleyhisselamın hədisi ilə ki, mən əlləməni hərfən fəqət səyyərəni əvda, kim mənə bir dənə hərf öyrətsə, mənə özünə qul eləyib. Məsələn, o Quran tədris eləyənlər, Quran dərsi deyənlər, baxsınlar, görsünlər nələr qazanıblar, nələr var əlimizdə. Allah inşallah yenə müvəffəq eləsin, bizi bu yoldan ayırmasın, özümüzü, nəslimizi Quran sevənlərdən, Quranla məşğul olanlardan qərar versin inşallah. Allah razı olsun Hacı. Çox təşəkkür edirik sizə. Dəvətimizi qəbul edib gəldiniz. Ümid edirik ki, qarilərimiz də dinlədilər sizi və digər qarilərimiz var, izləyicilər də, onlar da dinləyəcəklər alim sözü. Allah razı olsun. Əsli olmayan cəmiyyətdən təşəkkür edirik sizə. Buyurun Hacı. Möhtərəm izləyicilər, bu həftədən etibarən qarilərimiz 2 dəfə qiraət edəcəklər. İndi ev tapşırığı sonraki mərhələdə olacaq, sonra olacaq. Amma indi isə yerində oxunan ayələrin püşkatması keçirilir. İlk öncə Ədalət Behbudovu dəvət edirik. Ədalət müəllim, gəlin. Salam, xoş gəlmisiniz. Buyurun, seçiminizi edin. Növbəti Elvin Qurbanov gəlsin, seçimini etsin. Elvin, salamlayıram sizi də. Xoş gəlmisiniz. Növbəti qarimiz, iştirakçımız Rəmzi Orucoğlu buyursun. Əhməd Ramazanov buyursun. Biz bir daha görüşək, bayaq görüşmüşdük, buyura bilərsiniz. Necəsiz? Yaxşısınız da? Sağ olun, minnətdarlıq Əhvalınız bildirirəm. yerinizə gəldi mi? Bəli, Rahat oldu. Allah kim əvz olsun və iştirakçılardan bugün bizi tərk edən Sənan qardaşımıza həyatında uğurlar arzulayıram inşallah. Həyatı boyunda inşallah Qurandan və əhl-i ayrı düşməz inşallah. Amin. Və geridə qalan iştirakçıların hər birinə uğurlar, müvəffəqiyyətlər arzulayıram ki, get-gedə həyəcan artır. Ona görə də Allahdan tövfiq istəyirəm inşallah. Allah tövfiq versin sizə, müvəffəq olasınız. Amin inşallah. Buyurun, seçiminizi edin. Fəthiyağa Qarayev, əziz qardaşımız buyursun. Allah müvəffəq edəsin, uğur olsun inşallah. Buyura bilərsiniz. Möhtərəm izləyicilər, proqramımızı davam etdiririk. İlk qiraətimiz oxunacaq. Qarimiz buradadır artıq, Ədalət Behbudov. Allah müvəffəq edəsin Ədalət. Allah kömək olsun inşallah. Hansı səhifədən, hansı surədən oxuyacaqsınız? Səhifə 178, Ənfal surəsi 12-dən 14-də. Hansı muğamda? İnşallah ki, Bəyat, sonra da Nəhavənd. Bəyat və Nəhavənd muğamları ilə. Allah müvəffəq edəsin bir daha. Buyura bilərsiniz. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. إذ يوحي ربك إلى الملائكة
أني معكم فثبتوا الذين آمنوا سألقي في قلوب الذين كفروا الرعب فاضربوا فوق الأعناق واضربوا منهم كل بنان ذلك بأنهم شاقوا الله ورسوله ومن يشاقق الله ورسوله فإن الله شديد العقاب ذلكم فذوقوه وأن للكافرين عذاب النار بسم الله الرحمن الرحيم إذ يوحي ربك إلى الملائكة أني معكم فثبتوا الذين آمنوا سألقي في قلوب الذين كفروا الرعب فاضربوا فوق الأعناق واضربوا منهم كل بنان ذلك بأنهم شاقوا الله ورسوله ومن يشاقق الله ورسوله فإن الله شديد
العقاب ذلكم فذوقوه وأن للكافرين عذاب النار صدق الله العلي العظيم. Ədalət Behbudovu dinlədik. Allah qəbul eləsin. Sağ olun, Allah Allah razı razı olsun. olsun. Təşəkkür Və münsiflər heyətini yenə də sözü veririk. Hacı İlkin Həsənzadə ilə başlayaq. Ədalət qarimizi təbrik edirəm. Bugün gözəl bir qiraət sərgilədi. Yəni onun o qiraətin gözəlliyi onun aramlığındadır. Yəni əgər bir qari Oqtay müəllim aram qiraət edirsə, dinləyicidə də o aramlığı bağışlaya bilir. Yəni onun qiraətinin üstünlüyü onun gözəl dinləyiciyə bir huzur ötürməsidir. Yəni Qurani-Kərimdə də indiki yarışlarda adətən bunu üstün tuturlar ki, dinləyiciyə sən necə təsir bağışlaya bildin. Hacı o qədər arxain idi, hətta ayələrin sonluğunda sizə baxırdı. Yəni o qədər irəli getmişdi maşallah. Ustadlara baxa biləcək qədər həyəcansız idi maşallah. Maşallah olsun. Bu o deməkdir ki, bunlar inkişaf edirlər bu həftələr ərzində. Elə mən sözümü ona gətirmək istəyirdim. Təcvid qaydalarına bizim izləyicilərimiz, qarilərimiz də diqqət etsələr, artıq məsələn bugün ədalət təcvid qaydalarına çox gözəl şəkildə riayət edirdi. O ondan irəli gəlir ki, ona tutulan iradlar həll olur. Yəni həll edir daha doğrusu. Yəni gedir zəhmət çəkir, yatmır. Məsələn biz ona keçən dəfə zəl hərfindən irad tutmuşduq. Bu günləri o zəl hərfi burada. Zəlikə bi ennəhum iz yuhi 1, 2, 3 dənə burada zəl hərfi. Zəlikum, bəli, 3 dənə, 4 dənə fəzuqu, əzəb, 5-6 dənə zəl hərfi var idi. Əgər onu düzəltməsəydi, təcviddən ən azından 3-4 bal aşağı düşəcəkdi onun təcvid qaydaları. Maşallah olsun. Dad hərfinə irad tutmuşduq ədalətdə. Yenə bir neçə dənə dad hərfi var idi. Birində biraz zəif deməli qiraət elədi. Onda təbii ki, az bir balla ondan bal kəsintisi oldu. Yəni, həmd olsun Allaha. Belə görəndə qarilərimizi ki, bunlar inkişaf edirlər, bizə ləzzət edir. Yəni, biz çox sevinirik ki, qari gedir öz səhvini düzəldir və gəlir. İndi bunun adı yarışdır, amma bu yarışın əsl o özəyi, əsl o hədəfi biz görəndə daha çox sevinirik. Həmd olsun Allaha ki, Quranımız səhv oxunuşlardan uzaq olur. Amma iradlar da var idi ki, ustadlara buraxıram o iradları deməyə. Hacı Seyid Əli ustad, Hacı Ruslan ustad inşallah onlar da iradları deyəcəklər. Mən xoşladım bugünkü qiraəti, yəni mənim fikrim belə idi, amma iradlar da əzizlər desinlər. Seyid Əli müəllim, buyurun. Salamlayıram əziz qarimizi. Ümumi götürəndə, fəsahətində və ləhnində çatışmamazlıqlar var. Təbii ki, belə təşlikdə də özünə dəfələrlə deyilib. Daha çox çalışdınız inşallah, nailiyyətlər olacaq, müvəffəqiyyət dilirəm. Hacı Ruslan Qasımov, buyurun. Mən salamlayıram əziz dəyərli qarimizi, ədalət qardaşımızı. Allah müvəffəq eləsin. Təbiidir ki, bir insan həftələrlə bu müsabiqənin gedişatında həm oxuyur, ustadlardan öyrənir, dinləyir, öyrənir. Bunlar təbiidir ki, öz təsirlərini göstərir. Amma mən bir neçə məsələni istəyərdim əziz qarimizə deyim ki, hansı ki özünün həm musiqi haqqında olan elmi yəqin ki mənim fikirlərimi özü də təsdiqləyər. Ayələrin sonluqlarında bizdə burada məsələn muğamın sonluğun, ümumiyyətlə muğamı kamil şəkildə çatdırmaq bir mövzusu var, ədalət əzizimiz. Məsələn, nər kəlməsi
ayələrin sonluğu. Bu məsələyə diqqət eləyin. Oxuduğunuz ayənin əvvəli, ortası və bir sonluğu var. O dinləyici haranı gözləyir? O ən sonu gözləyir. O nəticədə sənin yarada biləcəyin o cazibə mi deyim, o muğamın sonunu gətirməsən, tutaq ki, Ənni mə'akum fənsəbbitul-ləzīnə əmənu. Tutaq ki, belə deyandım. Yəni, sonluq o sonluq deyil da. Ona görə tilavət boyu ən çox diqqət olunası yerlər ayələrin və yaxud vəqf elədiyin yerlərdir. Orada sənin məharətin daha gözəl. Oxuyanda da biz burada az qalırdı oxuyaq. Bəli. Fəsəbbitullezine əmənu. O sonluq tamamlayır ki, sən dayandın. Amma sizin məsələn elə yerlərdə hiss eləmədim, nəfəs çatmamaqlığı kimi də bir şey deyildi. Məsələn, وَضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ. Bu oldu kamil nəhavəndin hansısa bir nəfəsin sonluğu. Çünki dinləyici onu gözləyir, onun intizarındadır. Ortalarda mümkündür o zənginlikləri göstərə bilməyəsən, amma sonda heç olmasa bu məqsədi çatdırmaq lazımdır. Mən çatdım, mən dayandım. Yaxşı məzizim. Bu problemlər də aradan qalxsa, bir məsələni də vurğulayım da sözümü tamam edeyim. Təhrirlərin üzərində işləmək vacibdir sizə. Təhrirlər, birisi də indi sonluqda göstərdiyim o səsi əstirilməsi. Bir var, mən onu zehnimdə olan not anlamı ilə çatdırım. Bir də var ki, o şirinliyi həqiqətən təhririn özünü ortaya qoyun. Məsələn, Kullə bənə, bu formada da oxuya bilərəm. Kullə bənən, bu şirinliklə də həm səsin elastikliyinə gələcək, səsin lətafətinə gələcək. Yəni, o pərdələrdən keçidlərin adına biz deyirik təhrir. Adamı nə narahat eləyir? O sonluq gözəl şəkildə gəlir, amma not ardıcılığı ilə gəlir ki, notları bir-birinin yanına düzür. Əhsən, əhsən. Amma onu sən... Əhsən, bax, bu triyokları gərək işləyəsiniz. Təbiidir ki, gələcəkdə bu səs də elə musiqi aləti kimi bir şeydir də, belə deyək, işləndikcə öz yerini tutacaq inşallah. Ümumilikdə gözəl bir tilavət. Allah sizdən razı olsun. Allah müvəffəq eləsin. Ruslan müəllim, ballarınızı mümkünsə təqdim edin. Ballar nisbətinə gələndə əziz qarimizin muğamlardan 34,5 bal, təcviddən 28 bal, vəqf və ibtidadan 18 bal bizdən. Seyid Əli müəllim, buyurun. Muğamlardan 35, təzvid 28, vəqf və ibtida 18 bal. Müvəffəq olasınız. Allah razı olsun. Muğamlardan 36, təcviddən 28 və vəqf ibtidadan 18. Allah müvəffəq etsin. 243,5 bal topladı əziz qarimiz Ədalət Behbudov. Təbrik edirəm. Sağ olun. Allah müvəffəq eləsin. Allah razı olsun. Buyurun, bilərsiniz. Elvin Qurbanov, dəyərli iştirakçımız buradadır. Allah müvəffəq eləsin. Elvin, hansı surə oxunacaq? İnşallah bugün oxuyacağım Kəhf surəsindən ayə 25 və 27-ci ayələr. Səhifə 292. Salamlayıram izləyicilərimizi, dəyərli ustadlarımı və sizi hacıcan. Hansı muğamdan? Cahargah muğamı ilə başlayacağım. Davamında Segah muğamı ilə də bitirəcəm. Çox gözəl. Allah müvəffəq eləsin. Dinləyirik, izləyirik. Buyurun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم
ولبثوا في كهفهم 300 سنين وازدادوا 9. قل الله أعلم بما لبثوا له غيب السماوات والأرض أبصر به وأسمع ما لهم من دونه من ولي ولا يشرك في حكمه أحدا. واتل ما أوحي إليك من كتاب ربك لا مبدل لكلماته ولن تجد من دونه ملتحدا. بسم الله الرحمن الرحيم. ولبثوا في كهفهم 300 سنين وازدادوا 9. قل الله أعلم بما لبثوا له غيب السماوات والأرض أبصر به وأسمع ما لهم من دونه من ولي ولا يشرك في حكمه أحدا. واتل ما أوحي إليك من كتاب ربك لا مبدل لكلماته ولن تجد من دونه ملتحدا. صدق الله العظيم. Elvin Qurbanovu dinlədik. Allah qəbul eləsin. Təşəkkür edirik gözəl bir qiraətə görə. Sözü isə veririk münsiflər heyətindən Seyid Əli müəllimə. Buyur. Salamlayıram əziz qarımızı və tilavəti deyərdim ki,
ürəkaçan elə də tilavət döyür idi. Keçən həftəyə baxanda məxsusən muğamları təqdim eləməkdə. Təcvidlərdə elə ciddi bir problem yox idi, amma var idi təbii ki, amma o qədər də döyür idi. Vəqiflər gözəl idi, deyərəm ki, yəni belə bacardığınız qədər riayət elədiniz, amma muğamlar təqdim eləmək yerində döyür idi. Və muğamlarda da o istədiyinizi təhvil verə bilmədiyiniz üçün hər hansısa bir gözəllik də göstərə bilmədiniz, amma daha diqqətli olmaq lazımdır. Mən o birisi əziz iştirakçılara da həmişə deyirəm, bir məsələyə diqqəti yönəltmək lazımdır. Qari odur ki, bütün məsələlərdə eyni şəkildə zehnin bölə bilsin. Təcvidə öz yerində, vəqf ibtida öz yerində, muğamları öz yerində. Yəni onda təbii ki, istənilən nəticə vermək olur. Sizə müvəffəqiyyət arzu edirəm. Hacı Ruslan Qasımov, buyurun. Mən Seyid Əli müəllimin sözləri ilə tamamilə razıyam. Bir tövsiyəm budur ki, bəzən biz sizə verdiyimiz bu dəftərdə, bu kitabçada belə deyək, məşhur notlardan bəhs açılır. Quran qiraəti, Quran tilavəti məşhur pərdələrdən, məşhurun tilavəti ilə, məşhur notlardan ibtida olunması bir babı var burada. O məsələlərə çox diqqət edin. Bugünkü müsabiqələrimizdə görürsünüz ki, muğamlara, Quran məqamlarına, avazına daha çox üstünlük verilir. Ən sadə üslubu budur ki, məsələn, oxuyacağınız yer hansı yer olur olsun, məşhur ustadlardan, məsələn, siz bir Çahargah məqamı üçün bir giriş yer əzbərləyərdiniz ki, mən Çahargah məqamının Bismillahını bu formada deyəcəm. Segah məqamı da eyni ilə. Yəni, o yadında qalan ayə segah məqamı ilə düşünülən anda siz həmən Bismillahı zehninizə gətirirsiniz və dərhal da sərbəst keçid eləyə bilirsiniz. Bilmirəm, bizim milli muğamlarda mümkündür fərq olsun, amma ərəb məqamlarında, ki, o dörtlük pərdələr deyirik, o məqamlarda Çahargah məqamından sonra hansı məqamı oxumaq rahat gəlir insana? Elə bugün oxuduğuz Segah məqamı. Ardıcıllıqda da İlkin müəllim təsdiq eləyər, Bayat, Rast, Çahargah və Segah məqamı gəlir, düzdürmü? Yəni, həm də bu nöqteyi nəzərdən yanaşsa biraz da çətinlik yaradır. Çahargahdan Segaha keçdin, Bismillahında cüzü bir səhvə yol versən, bir pərdə, yarım pərdə, o tərəf, bu tərəfə tilavət boyu ola bilər ki, səni özünə tərəf çəksin, gerək bu məsələlərdə diqqətli olasınız. Fəsahət məsələlərində də diqqətli olmağınız tələb olunur, yəni tilavət boyunca. Bir də yenə qaydıram o əsas sözümə, Misir qarilərini dinləyin, bugünkü tilavətinizdə düzdür, Segah məqamında bir sıra qarışıqlıqlar olsa da bir təhər, yəni gətirib düz qoşdunuz. Amma məhşurun tilavəti deyildi. Keçdiyiniz pərdələr məhşur pərdələr deyildi. Orijinallıq dünyanın anası deyirlər. Quranın məktəbi, mərkəzi Misirdir. O məktəbi mütaliə edin. Yaxşı məzizim. Allah müvəffəq eləsin sizi. Hacı İlkin, buyurun. Elvin qarimizi Allah müvəffəq eləsin. Gözəl, məlahətli səsi var. Və həm də olsun Allaha o səsdən də istifadə edir. Amma ustadların dediyi çatışmazlıqlarla mən də razıyam. Bugün Elvin Çahargah muğamını təqdim etdiyi zaman Segaha keçiddə, Bismillahdə Segah olmadı. Çünki Bismillahdə tam bir başqa notda oxudun, Segahın notu tam başqa bir notu idi. Əslində, mənim fikrimcə Nəhavənd, Çahargahdan sonra Nəhavənd oxumaq abu havası var idi. Səndə elə hiss olundu. O da sən halbu pozdu. İstəyirəm İlkin müəllim, hətta Bayat-ı Hüseyniyə bənzərlik də var idi. Yəni bir qarışıq, bir kəlmənin içində, cümlənin içində maraqlı bir şeylər elədi. Burada elə bir şeylər olur, onun cürbəcür muğamlar sintez olur burada. Davam edin. O üzdən elə bilirəm ki, sizin qiraətinizdə biraz süstlük yarandı. Qari özü bilir də harda güclü oxuyur, harda zəif oxuyur. Doğrudan da keçən həftə siz qalib olmuşdunuz, birinci olmuşdunuz, doğrudur. Və orada bəhbəhlə biz sizin tilavətinizə qulaq asmışdıq. Hər halda bu günləri tilavətinizi qoyarsınız qabağınıza inşallah.
Bir həftə ərzində mədəmdə narahat idi. 2 gün çalışa bildim. Ay, Ciddi sağ ol. çalışa bildim. Mədəmdə də narahatçılıq var idi. Ona görə yaxşı. Ələl xüsus Segah muğamında orada Segah müxtəlif yerlərdə müxtəlif cür oxunur. Hətta muğamların adları belə müxtəlif ölkələrdə fərqli tanına bilir. Mən keçən səf muğamlardan mütaliə edərkən baxıram ki, bir muğam, məsələn Segah muğamı götürək, Türkiyədə bir başqa ad deyirlər, Misirdə bir başqa ad deyirlər, Malaziyada və yaxud da başqa müsəlman ölkələrində cürbəcür adlarla məşhur olur muğamlar. Və oxunuşların özlərinə görə də millətlər dəyişdikcə ladlar da dəyişə bilir, ahənglər dəyişə bilir. Sən burada Segahı oxuyarkən türk boğazlarına yaxın və o ladda oxudun Segahı. Misir məşhur Segah necə oxunur məsələn qarilər arasında? Həm gözəl orada təhrirlər vurmaq olur ki, biz burada ona da bal veririk. Təvaşihlərdə, mədhiyyələrdə oxunan məsələn muğamları onu gətirib mən bunu demək istəyirdim. Gətirib onu Qurani Kərimdə tətbiq etməyin. Qurani Kərimin özünün muğamları dəqiq olmalıdır. Biz gətirib ona ibtihalları, indi ərəblər ona ibtihal deyir. Biz ona surut deyirik də. Surut, İbtihal da deyilir, ibtihalları surut deyilir, və yaxud da ilahilər mədhiyyələri onları gətirib. Mən ona görə sizdən soruşdum ki, hansısa bir mədhiyyənin notu sizin zehninizdə qalıb ki, Segahda sizi dartdı, apardı həmin nota. İnşallah biraz diqqətli olarsınız. Gələn həftə, üzümüzə gələn həftə qaliblərdən olarsınız və inşallah üzərində daha da çox işləyərsiniz qiraətlərinizin inşallah. Allah sizin müvəffəq eləsin. Verirsinizmi? Bəli, sot, yəni avaz bölümündən 30,5, təcviddən 25,25, vəqf ibtidadan 19 bal. Allah müvəffəq eləsin. Muğamlardan 30, təcvid 25,25, vəqf və ibtida 19 bal. Vəffəq olasınız. Muğamlardan 29,5 bal, təcviddən 25,5, vəqf və ibtida 19 bal. Elvin Qurbanov qarimiz 223 bal topladı. Allah razı olsun, Allah müvəffəq eləsin. Buyura bilərsiniz gözləmə otağına. Möhtərəm izləyicilər, yenə də proqramımız davam edir. Dəyərli iştirakçımız Rəmzi Orucoğlu buradadır. Salamlayırıq bir daha Rəmzi. Aleykümselam. Allah kömək olsun. Hansı surədən oxuyacaqsınız, məlumat verin. Yunus surəsi, səhifə 209, 12-ci, 13-cü ayələr. Oxuyacağım muğam Bayat Hicaz. Bayat Hicaz. Allah müvəffəq eləsin, eşidirik. Buyurun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وإذا مس الإنسان الضر دعانا لجنبه أو قاعدا أو قائما فلما كشفنا عنه ضره مر كأن
كذلك زين للمسرفين ما كانوا يعملون ولقد أهلكنا القرون من قبلكم لما ظلموا وجاءتهم رسلهم بالبينات وجاءتهم رسلهم بالبينات وما كانوا ليؤمنوا كذلك نجزي القوم المجرمين بسم الله الرحمن الرحيم وإذا مس الإنسان الضر دعانا لجنبه أو قاعدا أو قائما فلما كشفنا عنه ضره مر كأن لم يدعنا إلى ضر مسه كذلك زين للمسرفين ما كانوا يعملون ولقد أهلكنا القرون من قبلكم ما ظلموا وجاءتهم رسلهم بالبينات وجاءتهم رسلهم بالبينات وما كانوا ليؤمنوا كذلك نجزي القوم المجرمين صدق الله العلي العظيم. Rəmzi Orucoğlu. Allah qəbul eləsin Rəmzi. Allah razı olsun. Allah səsinə bərəkət versin. Hacı Ruslan Qasımov, buyurun.
Salamlayıram əziz dəyərli Aleykümselam və rəhmət. Quran qarimizi, əzizimiz Rəmzi. Rəmzinin səs imkanlarında ki, heç bir problem görmürük. Maşallah olsun, səsdən istifadə qaydaları həm təhrir baxımından, həm zil pərdələrdə, həm bəm pərdələrdə çox gözəl şəkildə məqamları nümayiş etdirmək qabiliyyəti var. Sadəcə olaraq məqam bəhsində çıxılan ballar avazda oxunan vurğulara nisbətdə kəlmələrin bir-birindən tərkib tapan zaman ayənin mənasını çatdırmaq kimi məsələlərində, avazın özündə, səsin özündə problemi olmasa da bu cür məsələlərdə nöqsanlar baş verir. Amma əfsuslar olsun ki, keçən tilavətlərdə olduğu kimi bugünkü tilavətdə də əziz qarimizdə aşkar hərf səhvləri sərgilənməkdədir. İnşallah ki, yəqin ki, o mövzulara da əzizlərimiz, münsiflər heyəti toxunarlar. Tək-tək hər birini demək istəmirəm. Yəni, qiraətdə ola bilsin ki, bugünkü müsabiqələrimizdə səs sizi qabağa atsın. Yəni, səslə yığılan bal nisbəti ilə 50 bal səs nisbətindən yuxarı bal toplamaqla ola bilər bugünkü mərhələlərdə sizi qarşıya çıxarsın, amma finala yaxınlaşdıqca müsabiqənin müəyyən şərtləri dəyişilir və ola bilər ki, hər zaman səs sizi qabağa atmaya bilər. İnşallah bu məsələ üstündə diqqətli olun. Oxuyacağınız yeri çalışın bir həftə zaman çərçivəsində, elə olur ki, vaxt verilir, o yeri əzbərləyin, öyrənin və yaxud avaza belə deyərdim də, yəni avaza daha çox fikir verməyin. Yəni bu tərəfdən avaz sizdən 30 bal, 40 bal qabağa salırsa, o tərəfdən də zaten siz o itkini itirirsiniz. O itirməklə almaq nisbətində ola bilər ki, lap belə gözəl, zil, avaz sərgiləməsəz də, bu qədər səhv eləyib, hərf səhvləri eləyib, o qədər də bal itirməyə bilərsiniz. İnşallah sizə müvəffəqiyyət diləyirəm. Bu səslə Allahın izni ilə gələcəkdə dünyanı fəth eləmək olar və o amalla, o məqsədlə Allah rızası da əvvəlində olmaq şərti ilə irəli. Allah razı olsun. Müvəffəq eləsin. Buyurun Seyyid Əlməli. Seyyid Əlməli, buyurun. Salamlayıram əziz qarimizi. Aleykümselam və rəhmət. Hacı, bu Rəmzi qarimizin ümumi problemi tələskənlikdir. Bəli. Biz tilavətindən, yəni burada tilavətindən əvvəl dinləmişdim mən bunun tilavətin. Təbii ki, əvvəllərdə səhvlər var idi, sonralıqca düzəltdi, amma gəlir növbəti mərhələyə çatanda, burada oxuyanda ya həyəcandandır, ya nəydən, çox tələsir. Və o tələskənlik də gətirir üzdən oxu səhvləri ortalığa qoyur. Yəni, təkcə əzbərləmək sizin üçün kifayət eləmir də. Yəni, çox diqqətli olmaq lazımdır, tələsməmək lazımdır. Vəqf yerində dayanandan sonra tez başlayırsan. Bizim qarilərimizdən, burada iştirakçılarımızdan ki, bir nəfər var. O, baxırsan ki, 10 saniyə, 15 saniyə heç tələsmir. Yaxud sizdən öncəki qarilərdən Oqtay müəllim də qeyd elədi. Ədalət o qədər rahat idi. Hətta tilavət eləyəndə, sonlara gələndə bir üzün çörürdü. Münsiflərə də baxırdı ki, mən çox rahatam. Yəni siz... Yox, deməzdim orada. O bəlkə də qorxusundan baxır ki, görüm qələm tərpəndi. Yox, hacı, yəni siz, o həddir ki, əzbər bilirdi bu insan oranı. Zərafət edir. Amma yəni Rəmzi sən o cür eləmirsən. Mən istərdim əziz iştirakçılar da bilsin. Vəqf məsələsində belə bir məsələni istəyirəm xatırladam ki, dayandığınız yerə uyğun sizdən bal kəsilə bilər. Ola bilər bir dəfə dayandığınız yer 0,5 bal olsun. Bəli. Növbəti dəfə dayananda 1 bal olsun. Ki, mənanın kamilləşməsi, ki, mən bir nümunə göstərmək istəyirəm sizə. Burada var ki, siz rusuluhum bilbəyinət kəlməsində dayandınız, amma və mə kənu liyu'minu kəlməsi o rusuluhum bilbəyinəti tamamlayan
kəlmələrdir. Onun üçün də sizin vəqfdən də bu baxımdan bal kəsintiniz az oldu. Amma gəldi sonda ki, az bir məsafədə yenə də bir vəqf elədiniz ki, 2 tilavət olduğuna görə 2 muğam. Bunlar yəni bu günləri elə bil planlaşdırdığınız kimi oxumamısınız. Amma daha diqqətli olmaq lazımdır. Ümidvarıq ki, növbəti həftələrdə olarsınız. Daha belə deyək də gözəl hazırlaşmış və rahat oxumaq sizə nəsib olar. Müvəffəqiyyət diləyirəm. Allah razı olsun. Çox sağ olun. Buyurun Hacı. Bəli, mən elə Seyid müəllimin sözünün davamını olaraq başlamaq istəyirəm. Tələsməmək. Yəni bu qorxuram ki, səndə bir adət olaraq qalsın. Dünya yarışlarına çıxanda qorxuram ki, məsələn, orada da bu səhvi edəsən. Yəni ondan qorxuram. İndi onun da yolların deyirik sizə. Yəni Qurani-Kərimi ev tapşırığında mən sənə dəfələrlə onu rəmzi demişəm. Oxuduğunuz yeri əksinə oxumaq və yaxud da Qurani-Kərimi bu qaydada məsəl üçün mən ev tapşırığın وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا Quranı çevirirəm. Gördün, tərsə tutmuşam Qurani-Kərimi. Və bu qaydada oxuyuram. Asan deyil. Bu qaydada bir neçə dəfə oxuyuram, sonra çevirirəm Qurani-Kərimi. Yenə başlayıram. وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا Sonra başlayıram, əksini oxuyuram. قَاعِدًا أَوْ لِجَنْبِهِ دَعَانَا الضُّرُّ الْإِنسَانَ مَسَّ إِذَا وَ Bu qaydada oxuyuram ki, mən bu tərəfə də sərbəst oxuyum, bu tərəfə də sərbəst oxuyum. Dilim rahatlaşsın. Yəni, dildə olan düyünü açmaq lazımdır. Bu qaydada sən çoxlu oxumalısan. İkinci bir məsələ də əzbərləməkdir. Əzbər bu məsələni həll edə bilir. İnşallah qarışva ki, bu qarilik məktəbin qoymusan, sən qari olasan, Qurani-Kərimdən mütləq ayələr əzbərlə. Hər gün oxu və Qurani-Kərimdən ayələr əzbərlə ki, o dildə olan düyün açılsın və o cümlədən göz öyrəşsin. Hər ayədə də səbir. Bəli, bizim iştirakçılarımızdan Fətağa. Məsələn, çox rahat biz fasilə verir. 12 saniyə, 15 saniyəyə qədər fasilə verir. Amma sən baxırıq ki, bilbəyinətdə dayanmamış hələ fikirləşsən ki, dərhal və cəətuma qaydım, oradan başlayıb oxuyum. Məsələn, bu dərəcədə tələskənlik. İnşallah bunlar düzələn məsələlərdir. İnşallah. Səsin gözəldir, səsin yerindədir. Maşallah, yəni buradan demək olar ki, səs göstəricilərinə hamısını yaxşı ballar vermişik. Amma təcviddə elədiyin o səhvlər bayaqdan baxıram ki, əgər sən licənbihi zələmu kənu liyu'minu ləmmə kəlmələrində üzdən oxu səhv etməsəydin, sənin təcvidin olacaqdı 25,75. Amma 9,75 ara o hara. Gör, nə qədər fərq eləyir. Yəni, sənin itirdiyin buradadır. Allah səni müvəffəq eləsin. Allah razı olsun. Ballarınızı da buyurun, zəhmət olmasın. Muğamlardan 40,5, təcviddən 9,75 və vəqf ibtida 15 bal. Muğamlardan 40 bal, təcviddən 9,75, vəqf və ibtida 15 bal. Müvəffəq olasınız. Allah razı olsun. Çox sağ olun. Muğam bölümündən 40,5 bal, təcvid 9,75 bal, vəqf və ibtida 15 bal. Müvəffəqiyyət diləyirəm. 195,25 bal topladı münsiflər heyətindən Rəmzi Orucoğlu. Allah razı olsun. Allah müvəffəq eləsin. Sağ olun, təşəkkür edirəm. Buyura bilərsiniz gözləmə otağına. Növbəti qiraəti edəcək qarimiz Əhməd Ramazanovdur. Əhmədcan, xoş gəlmişsiniz bir daha. Salam, ilk öncə sizi salamlayıram, minnətdarlığımı bildirirəm.
Allah Daha köməyiniz sonra olsun. əziz dəyərli ustadlarımızı salamlayıram. Allah hər birinin köməyi olsun və digər iştirakçılara uğurlar arzu edirəm. Allah sizə də kömək olsun. Allah müvəffəq eləsin. Amin, inşallah. Səsinizə qüvvət versin. Hansı səhifədən oxuyacaqsınız? Surəni də deyin, ayəni də deyin. Başdır. Səhifə 289, İsra surəsi 71-73-cü ayələr Muğam. və muğamlar Rast və Səba. Rast və Səba. Əziz izləyicilərdən də xahişimiz budur. Quranları açın, izləyin sizdə, faydası olar. Allah qəbul eləsin. Buyurun. Amin eşidin. inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يوم ندعو كل أناس بإمامهم فمن أوتي كتابه بيمينه فأولئك يقرؤون كتابهم ولا يظلمون فتيلا. ومن كان في هذه أعمى فهو في الآخرة أعمى وأضل سبيلا. وإن كادوا ليفتنونك عن الذي أوحينا إليك لتفتري علينا غيره. وإذا لاتخذوك خليلا. بسم الله الرحمن الرحيم. يوم ندعو كل أناس بإمامهم فمن أوتي كتابه بيمينه فأولئك يقرؤون كتابهم ولا يظلمون فتيلا.
ومن كان في هذه أعمى فهو في الآخرة أعمى وأضل سبيلا. وإن كادوا ليفتنونك عن الذي أوحينا إليك لتفتري علينا غيره وإذا لاتخذوك خليلا. صدق الله العلي العظيم. Əhməd Ramazanov, Təyyibəllah, Allah səsinə, nəfəsinə, ömrünə bərəkət versin, əziz qardaşım. Hacı İlkin, buyurun iradlarınızı, təkliflərinizi, qiymətləndirmənizi. Qarimiz, Oqtay müəllim, Əhməd qarimiz tilavət elədi. Əhməd qarimizə iradlarımız maşallah təcvid baxımından yaxşıdır. Fəsahət bölümündə isə zəifliyi var, təbiidir. Yəni, biz ərəb deyilik və onlar kimi oxumaq üçün müəyyən bir zaman, vaxt lazımdır ki, fəsahət bölümündə də kəlmələr dilimizə otursun, kəlmələr bişsin və qiraətimiz ümumilikdə bişmiş olsun. Bu baxımından çatışmazlıqlar var. İkinci məsələ ondan ibarətdir ki, Əhməd zil məsələlərində bilmirəm, qərarı düzgün verə bilmir. Zilə qalxanda belə həmişə xaricmi olmalıdır? Yəni, mən həmişə demək olar ki, belə baxıram. Əhməd, sən zilə qalxanda, zil pərdələr götürəndə sən xaric oxuyursan. Hələ ustadlar ona işarə edərlər, mən çox danışmayacam. Hər avazında not dəyişikliyi olur. Bunlar sənin üçün, yarış üçün ged-gedə bunlar hamısı ciddi səhvlərə gətirib çıxardınız. Məsələn, biz baxırıq ki, səndən digər başqa yarışçı bu sistemi, yəni oxuyan zaman düzgün oxuyur. Biz məcburuq ki, səndən alıb, məsələn, belə deyək də, ona verək, onu üstün tutaq ki, çünki not xariciliyi yoxdur. Bu məsələlərdə çox diqqətli ol. Yəni, çalış oxuduğun, yəni öz səsini qulağın eşitsin. Not xariciliyi onda ola bilir ki, insan öz oxuduğu səsi qulağı rahat eşidə bilmir. Qulağın da eşitmə qaydaları var, onun da məşqləri var ki, qulaq necə eşitməlidir, hansı formada nə etməlisən ki, qulaq daha itiləşməlidir. Mütləq bunların üzərində işləmən lazımdır. Qiraətə çoxlu bəzək vurmaq istəyirsən, bu tərəfdən, məsələn, fəsahət bölümündə xariciliklər olur. Bunlara mütləq formada deməli, diqqət etməlisən. Digər iradları da ümid edirəm, dəyərli münsiflər inşallah sənə xatırladacaq. Allah səni müvəffəq eləsin. Bəli, Seyid Əli müəllim, buyurun. Salamlayıram əziz qarimizi. Bəli, bəzi səhvlər var idi və həmən səhvlər üzündən məxsusən təcvid hissəsində qayrah kəlməsində ki, o belə deyək də qeyri-profesional bir dayanmaq. Təbii ki, kənardan baxanda yaxşı görsənə bilər, amma orada üzdən oxu səhvi səbəb oldu sizin o qayrah kəlməsində dayanmağınız. Amma onu da deyə bilərəm ki, sizin özünüzün tilavətinizdə mən İlkin müəllimə də dedim, Ruslan müəllimə də dedim, doğrudan Quran qarisi tilavəti iyi gəlir sizin tilavətinizdən. Çox belə mən öz
necəsə deyim, haqqımda deyə bilərəm ki, yəni bəyənirəm sizin tilavətinizi, amma səs üzrə çatışmamazlıqlar var. Yəni çox çalışmaq lazımdır. Muğam bölmələrində professional olmaq lazımdır. Yəni onlar olsa inşallah yaxşı qari olarsınız. Ruslan müəllim də keçən dəfə dedi, səs üzün üstündə işləməlisiniz ki, o nöqsanlar da gərək zaman-zaman düzələ. Müvəffəqiyyət arzu edirəm. Çox sağ olun. Əhməd əzizimizi bir daha salamlayıram. Təbii ki, ustadların, dəyərli ustadların dedikləri hər bir məsələ ilə mən də onlarla şərikəm. Xüsusilə bunu vurğulamaq istəyərdim ki, İlkin müəllim sizə bir işarə elədi. İşarə olaraq dedi ki, səsini zil pərdələrdə, zil səslərdə xaric pərdələrə, notlara qaçır. Eyni zamanda, məsələn, bu ev tapşırığı məsələlərində xüsusilə bu məsələyə diqqət yetirmək lazımdır. Sizdən öncəki qarilərdən də hansı qari idi? Elvin idi də deyəsən. Bəli. Yəni Elvin əzizimizə də bu mövzuda bir iradımız oldu. Yəni oxuyacağınız muğam Bismillaha bağlıdır. Deyəcəyiz Bismillahirrahmanirrahim. Onun avazına bağlıdır, o girişə bağlıdır. Görürsünüz, səbanı siz normal götürdünüz deyə. Gözəl də oxudu. Səbanı axıra qədər indi cüzi pərdələrdə, məsələn, xaric pərdələrə girsəz də belə muğam xarici olmadı. Köklü muğam xarici olmadı. Amma rast muğamının ibtidasında, Bismillahında bir qarışıq pərdələrə daxil oldunuz. Burada yenə sizə də deyirəm onu, məhşur pərdələr var da. Məsələn, rast muğamı internet zamanəsində yazırsınız. Rast üçün bir Bismillahı özü üçün ülgü götürün. Bismillah necədir? Bismillahirrahmanirrahim. Bu nə muğamıdır? Bu bəyatdır da, başlanğıcdır. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Oldu çağırdı. Bismillahirrahmanirrahim. Görürsünüz, yəni bu başlığı ən azından özünüz üçün hər hansı qari ilə olur olsun, hər hansı ustadla olsun, o başlığı özünüz üçün götürsəz, onun ardını o ahəng gətirəcək. Yaxşı mı əzizim? Bu məsələyə də diqqət edin. Yavaş-yavaş öyrənirik bu müsabiqə gedə-gedə. Qabağa gedirik, irəliləyirik. Allah sizin müvəffəq eləsin inşallah. Hacı, rast muğamı ilə ən gözəl azan verən, belə deyək də. İndi hərənin təbii ki, zövqlər müxtəlifdir. Ən məşhurlardan deyək ki də. Ustad Qəlbəşi bilirəm mən. Onu demək istəyirdim, bəli. Digəri varmı? Yəni rast muğamında o qədər gözəl bir azan səsləndirsin. Müəzzinzadənin özünün də azanı ilə rast üstündədir. Rast üstündədir. Aha. Amma o tam başqa bir boğazdır, səsdir. Yox, olsun da. Təbii ki, amma Ustad Qəlbəşdə tamam başqa ayrı. Müəzzinzadənin əzanı belə deyək də bizim milli muğamlara köklənir. Amma Ustad Qəlbəşin oxuduğu bir mənalı şəkildə ərəb ladına, o kəlməyə uyğun ladlara köklənir. Bəli. Bu mənada bəli. Ümumiyyətlə həm təzvid baxımından, həm ahəng baxımından Qəlbəşin oxuduğu daha mükəmməldir. Dil ərəb dili olduğuna görə. Misir azanları demək olar ki, rast üstündə köklənir. Rast və Hicaz üzərində xüsusi. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Hər muğam üzərində, segah üzərində də əzanlar verənlər olub, Nəhavənd üzərində də verənlər olub əzanı, Səba üzərində də. Yəni, məhşur olanı, bizim belə deyək də, dövrümüzdə ən məhşur olanı Ustad Qəlbəşin azanı. Ən şirin demək olar da o azana da. Mənim zövqümə görə o zövqlərə bağlı məsələdir. İnşallah Hacıcan, gələcəkdə fikrimiz var, azan yarışı olsun, onda oxuyaraq azanı. İnşallah, inşallah. Allahu Ekber, Allahu Ekber. Bu da Hicaz üstündədir. Allahu Ekber, Allahu Ekber. Bu da Hicaz üzərindədir. Əşhədü ən la ilahə illallah.
Əhsəntum, əhsən. Allah qəbul etsin. Əşhədü ən la ilahə illallah. Allah sizi salamat eləsin inşallah. Hacı, bəs demək olar ki, hər gün sizin səsinizi eşidirik də bu telefonlarda, azan proqramlarında. Çoxsu, bizim izləyənlərin də çoxsunda var yəqin ki. Bax, o haqqında da bir məlumat verin, hansı muğam üzərindədir ki, hər gün eşidirik və hansı muğamdır, onu da Rast üzərində verilmiş bir əzandır. Əslində o əzan 2 dəfə verilib. Bir studiya şəraitində verilib. Studiyada oxuduğum o qədər, yəni içdən gələn bir əzan olmayıb da və məşhur olan da bu proqramlara, telefonlarda Allah kömək olsun, heç bilmirəm onu kim düzəldib. Hər kəs eləyibsə də Allah razı olsun. İllərin yaddaşına vurulub. Studiyada oxuduğum YouTube səhifələrində... Əlbəttə tək telefonlarda deyil, məscidlərin, əlbəttə ki, minarələrdən sizin səsinizi eşidirlər. Allah həmişə uca Studiya eləsin. şəraitində oxuduğumda o ab-ı havanı mən özüm yaşamamışam. Amma o ki, məscidlərdə verilir, o proqrama qoyulub, o əhya gecələrindən biri idi. Əhya gecələrində sübh əzanı vaxtı verdiyim bir əzandır. Orada gözəl bir aparatura gətirmişdilər. Bir inayət oldu, dedilər canlı əzan verilsin. Orada verdiyim əzandır. Nə gözəl. Heç orada mən məsələn düşünmürdüm ki, bu əzanı hardasa kimsə yazacaq və o proqrama yerləşdirəcək. Səmimi deyirəm, xəbərim olmayıb bunu. Bəli. Mən Seyid Əlidən soruşmaq istəyirəm. Bəzən olur da, indi bayaq da dedim, toxundum məsələyə. Azan verilir, dərhal kəsirik səsini, ya studiyada oluruq, çəkilişdə oluruq, ya digər vaxtlarda. Bunun şərii cəhətdən bir problemi varmı? Yəni, bəziləri var, söndürmür. Gözləyir, azan axıra qədər, sona qədər bitməlidir, sonra söndürsün də. Ki, deyir, günahdır, filandır. Bunun bu tərəfini izah edin də siz. Biz birbaşa nəyinsə haram olmağını demək üçün gərək ona bir şəri dəlilimiz olar. Amma bəziləri rahatlıqla deyirlər onu. Əgər hər hansısa bir hörmətsizlik sayılmasa, onun heç bir eybi yoxdur da. Yəni, bu azan proqramı nə üçündür? Bizə namazı xatırlatmaq üçün. Bəzən bəziləri götürürlər, onu biraz qabaq qoyurlar ki, mən qabaqcadandan bilim hazırlığımı görüm. O azancını qoymayıblar. Nə də o verilən azanlar bizim boynumuzdan namaz qılmaq üçün olan azanın hökmünü götürmür. O fəqət xəbərdarlıq üçündür. Əgər kənardan o bizim belə deyək, dinimizin əsası olan hissələrdir. Bu namaz dinimizin sütunudur və onun da başlanğıcı azandır. Əgər o hörmətsizlik kimi sayılmasa heç bir eybi yoxdur. Əgər belə bir şey olsa ki, bəli, hörmətsizlikdir, o bəli problem olur. O dediyim, o studiyada oxuduğum əzan hardasa 6 dəqiqə neçə saniyə çəkir. O əzanı biraz uzun oxumuşam. Məscidlərdən birində iftar zamanı gəlir, çatır. Həmən məscidin axundu, adını çəkmirəm. Həmən məscidin axundu deyirmiş ki, Ramazan ayında o əzanı qoyun. O əzan veriləndə, əzan bitənə qədər bir tikə iftar eləyib, sonra rahat namaza getmək olur. Siz o əzandan istifadə eləyin. Allah razı olsun. Təbii ki, mövzumuz əzan mövzusu deyil. İndi söz arası Allah razı olsun, nəylərisə yadımıza saldınız. Allah köməyiniz olsun. Əziz, dəyərli Quran qarimizə məqsədimiz bu idi. Əslində bunu çatdırmaq ki, hər hansısa bir, o 7 dənə məqamdır. O 7 məqamın hər birində Bismillahları öyrənsəz ardını aparacaq. Çünki siz o muğama varidsiniz. Artıq o muğamları oxuyursunuz və bilirsiniz. Bismillahın ardı özü gələcək. 7 dənə Bismillah öyrənin, hər biri bir muğama aid olsun. Yaxşı? Allah sizi salamat eləsin. Amma ballar nisbətlə baxanda muğamlardan 31,5 bal, təcviddən 25, vəqf və ibtida 18 bal. Allah sizi müvəffəq eləsin. Amin. Muğamlardan 31,5 bal, təcvid 25 bal, vəqf və ibtida 18 bal. Müvəffəq olasınız. Muğamlardan 31, təcviddən 25, vəqf ibtida 18 bal. Allah müvəffəq eləsin. Beləliklə, ustadların, münsiflər heyətinin verdiyi ballar Əhməd Ramazanova 223 bal nədir? Allah müvəffəq eləsin. Gözləmə otağında gözləyə bilərsiniz.
Hörmətli izləyicilər, proqramımızın sonudur artıq. Son tilavəti eşidəcək Fəthiağa Qarayev tilavət edəcək. Salamlayıram sizi, bir daha xoş gördük. Hansı səhifədən oxuyacaqsınız? Hansı muğamla, hansı surə buyurun? Əleyhissalam, mən də sizi salamlayıram. Bugün mübarək Həc surəsinin 14-16-cı ayələrini tilavət edəcəyəm. Səhifə 333. 333. Rast və Hicaz muğamları üstündə. Rast və Hicaz muğamları ilə. Allah qüvvət versin, müvəffəq olasınız. Fəthiha qardaşımız, buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. إن الله يدخل الذين آمنوا وعملوا الصالحات جنات تجري من تحتها الأنهار إن الله يفعل ما يريد. من كان يظن أن لن ينصره الله في الدنيا والآخرة فليمدد بسبب إلى السماء ثم ليقطع فلينظر ثم ليقطع فلينظر هل يذهبن كيده ما يغيظ. وكذلك أنزلناه آيات بينات وأن الله يهدي من يريد. بسم الله الرحمن الرحيم. إن الله يدخل الذين
جنات تجري من تحتها الأنهار إن الله يفعل ما يريد من كان يظن أن لن ينصره الله في الدنيا والآخرة فليمدد بسبب إلى السماء ثم ليقطع فلينظر ثم ليقطع فلينظر هل يذهبن كيده ما يغيظ وكذلك أنزلناه آيات بينات وأن الله يهدي من يريد صدق الله العلي العظيم. Fəthi Ağa Qarayevin tilavətini eşitdik. Allah razı olsun. Gözəl tilavətə görə təşəkkür edirik sizə. Və münsiflər heyətindən Seyid Əli müəllimlə davam edirik. Buyurun. Allah salamlayıram əziz qarimizi. Fəthi Ağa müsabiqənin əvvəlki günündən bu günə qədər çalışdığı qədər, bacardığı qədər zəhmət çəkib öz bacarığını ortalığa qoyub. Doğrudan tilavətləri məqbul olunan bir tilavətlərdir. Amma özünə görə səhvləri var. O səhvlərdən biri mən istərdim işarə eləyəm. Birində inşallah sual ünvanında ustadlara vermək istəyərəm. Yudxilu kəlməsindəki üzdən oxu səhv elədi və onu nəfəs almadan qayıdıb düzəltdi. Bizim müsabiqəmizin şərtinə əsasən, əgər üzdən oxu ya istənilən bir səhvi qari səhv eləyibsə, adəti üzrə üzdən oxuda olur belə problem. Nəfəs almadan düzəldirsə 3 bal səhv deyil, 1 bal səhv tutulur. Belə tilavətin gözəl tilavət idi. Amma vəqf yerlərin biraz da sizdəki o nəfəs bacarığı var. Biraz da zəhmət çəksəydiniz, elə bilirəm oradan da bir bal irəli, ya məsələn 1 bal yarım, bəli, münsifdən 3 bal təsir eləyirdi, amma gözəl. Mən alqışlayıram inşallah. Daha yaxşısını təqdim eləyə bilərsiniz, sizə müvəffəqiyyət diləyirəm. Amma bir məsələni istərdim inşallah ustadlar işarə eləsinlər. Bu səsin şəffaflığı məsələsi inşallah o istər-istəməz sizin tilavətinizdə hər hansısa bir bal kəsintisinə səbəb olur. İnşallah ümidvaram ki, növbəti mərhələlərdə daha müvəffəqiyyət nəsibiniz olacaq. Sağ olun. Çox sağ olun Seyid. Hacı Ruslan Qasımov, buyurun. Salamlayıram əziz, dəyərli Quran qarimizi, Fəthi Ağa əzizimizi.
Seyid Əli müəllim elə bir yerdən sual verir ki və deyir ki, onu digər müəllimlər, münsiflər o barədə desinlər. Səsin cövhəri var da, səsin materialı, həqiqəti. Yəni o zati xüsusiyyətdir. Yəni onu məsələn səsin azlığını, çoxluğunu, oktava baxımından səs əgər varsa artırmaq, azaltmaq mümkündür. Amma səsin özəyini dəyişmək mümkün deyil. O səsin tembrinə bağlı bir şeydir. Yəni o zatından, anadan gəlmə bir şeydir. Mümkündür, bəlkə də elmi tərəfləri ilə yanaşsaq, əməliyyatlar sayəsində nəsə eləyirlər, indi bu dəqiqə hər şeyi dəyişmək olur, insanın üzünü dəyişirlər, onda qala səs olsun. O şeylərlə ki, işimiz yoxdur. Amma bu zati bir məsələ olduğuna görə buna, məsələn, deyək ki, vokal bu səsi başqalaşdıracaq, o mümkün deyil. Səsin öz cövhəri və materialı, həqiqəti budur. Yəni. Digər tərəfdən təcvid baxımından, xüsusilə fəsahət baxımından Fətağı əzizimizdə çox təkrarlanan səhvlərdən idğam, ixfa məsələlərində olan mizan pozuntularıdır. Məsələn, biz tilavət boyu baxırıq, normal, məsələn, 2 dəfə tilavət elədiniz də əzizim, normal idğam və ixfaları ülgü, nümunə götürürük. Ondan qeyrilərdə, məsələn, innələrdə, mən yurid kimi yerlərdə, ixfalarda o qalıcılıq, azlığı və çoxluğu ən yaxşı idğam qaydasına nisbətdə məcbur oluruq. Biz orada sizdən bal kəsintilər edirik. Düzdür, kəskin bal kəsintisi olmasa da, ümumi hesabda haradasa 2,5 bal civarında o sizdən bal azalmasına gətirib çıxartdı ki, bu məsələlərə də əgər diqqət yetirsəz, xüsusilə nunun idğamlarında, hansı ki, nunun özünü, məsələn, innə kimi yerlərdə. Məsələn, özünüz inşallah bu səsi izləyərsiniz sonra وَأَنَّ اللّٰهَ يَهْدِي مَنْ يُرِيدِ hissəsində. Bəyyinətin وَأَنَّ اللّٰهَ hissəsinə baxsaz, bəyyinətin və idğam məəlğunnə olan hissəsindəki o gözəllik və qalıcılıq ənnəllahənin nun yerində yox idi. Və bu bir neçə kəlmələrdə təkrarlanır. Siz necədir? Müsabiqədir. Elə olur ki, bəzən gəlir ballar, 2 dənə qarinin balı eyni səviyyədə olur. Bəzən ona biz bal azalması az olacaq, 0,25 belə, 0,75 belə, yəni məsələni həll eləyə bilən məsələlərdir. Odur ki, o incəliklərə qədər gərək diqqət eləyəsiniz, həftələr sona doğru gedir. Yarışmanın demək olar ki, məsuliyyəti daha da artır, mübarizə artdıqca ballar münasibəti də yavaş-yavaş yaxınlaşacaq. Allah sizi müvəffəq eləsin inşallah. Hacı İlkin Həsənzadə, buyurun. Bəli, Allah Fətağa qarimizin nəfəsinə bərəkət versin. Bəli, oxunuş məqbul bir oxunuşdur, Seyid demişkən. Və mən bir şeyə diqqət edirəm ki, yarışçılarımız təcrübələnirlər Oqtay müəllim. Bu mənada ki, məsələn, biz səsin oktavına burada 5 bal veririk də. Onu Ədalət qardaşımız da qarimizdə elədi, Fətağa da ondan istifadə elədi. Rəmzi də elədi, səhv eləmirəmsə. Əuzubillahını bəmlə götürürlər və səsin zilin göstərirlər. Həmin bəmlə, həmin oktavı 2 oktava gətirib çatdıra bilirlər. Bu da yaxşı bir göstəricidir. Sevinirik ki, belə bir şeyləri öyrənirlər. Yəni, 5 bal, 2 oktava biz 5 bal veririk də. Qaldı bəzi məsələlər. Məsələn, bayaq Fətağaya kadr arxası deyirəm ki, 14-cü ayədə İnnəllaha yudxilüllezine əmənu və amilussalihati cənnət, bildiyin nəfəs çatmadı, cənnətdə diyandısı, yaxşı. Və amilussalihati cənnətin təcri min təhtiyəl ənharu, burada ənhar cim işarəsi var. Halbuki sən o cim işarəsində dayanmayıb İnnallaha yef'alu ma yurid üstün vəqfi sən icra edə bilərdin. Məsələn, mən münsif olaraq baxıram ki, burada nə məsafə var idi ki, yəni az bir yer, nəfəs və Fətağanın da nəfəsi buna yetir. Orada İnnallaha yef'alu ma yuridə qədər gəlsəydi daha gözəl vəqf məna baxımından icra olunardı. Dərhal mən orada sənin balvı azaldıram. Orada hardasa biraz
bal itirdin. Çünki 2 dəfə də təkrar olur. Orada biraz bal itirdin. İnşallah o məsələləri mütləq gələn yarışlarda sizin üçün təcrübə olsun. Qalan məsələlərdə ustadlar dedilər, Allah səsinizə bərəkət versin, nəfəsinizə bərəkət versin. Elə siz bu yaşda, bu həvəslə gəlib qiraət edirsiniz, çoxlarına örnəksiniz. Ələxüsus, yəni gənc nəsilə örnəksiniz ki, bəli, yaşın fərqi yoxdur. Hər bir yaşda gəlib yarışmaq olar və gənc nəsildə baxsınlar ki, Fətağa əmmimiz gəlir, yarışır, biz niyə yarışmayaq, biz niyə Quranın arxasıca getməyək. Allah sizdən razı olsun, sizin burada olmağınız elə böyük bir təbliğdir. Və yeri gəlmişkən gənc Quran oxuyanlara üzümüzü tuturuq. Bildirək ki, müraciət edə bilərsiniz. Növbəti ildə Quran sədası müsabiqəsinə, yarışmasına qoşulmaq istəyənlər müraciət etsinlər, qeydiyyata düşsünlər. Qardaşlarımız imkan varsa dəstək istəsinlər, kömək ustadlar burada. Nömrəni də efirdə qeyd etsinlər. Müraciət edin, ustadlara yönləndirin və hazırlıq edin. Bu möhtəşəm insan həyatında, insan ömründə dərin və gözəl bir iz buraxacaq bu yarışmada iştirak edin inşallah və o sizin ömrünüzdə davamlı olacaq. Quran sahəsində qiymətli bir xəzinə olacaq sizin ömrünüzdə. Müraciət edin inşallah əzizlər. Siz də ballarınızı təqdim edin, yekun balları. Muğamlardan 40 bal, təcviddən 26,5, vəqf ibtida 16. Seyid buyurun. Muğamlardan 40 bal, təcviddən 26,5, vəqf və ibtida 16 bal. Müvəffəqiyyət arzu edirəm. Məndə də elə ustadlarla eyni nəticələrdir. Muğamlardan 40 bal, təcviddən 26,5 bal, vəqf və ibtida 16 bal. Müvəffəqiyyət diləyirəm sizə. 247,5 bal topladı Fətiha qardaşımız və qarimiz, dəyərli iştirakçımız. Təbrik edirəm. Allah müvəffəq edəsin. Buyura bilərsiniz gözləmə otağına. Əziz və möhtərəm izləyicilərlə sağollaşırıq, amma sabah proqramımız davam edəcək. Əziz ustadlar, yorulmayasınız. Çox sağ olun. Allah sizə qüvvət versin. İnşallah sabah yenidən xidmətdəyik, görüşəcək inşallah əziz və hörmətli izləyicilərimizlə. Sabaha qədər Allaha əmanət olun. Quran sədası evinizdən əskiyi olmasın. Möhtərəm izləyicilər.